Sumqayıt Muğam Mərkəzində əməkdar mədəniyyət işçisi, filologiya elmlər doktoru, ədəbi mükafatlar laureatı Rafiq Yusifoğlunun anadan olmasına 75 illiyinə həsr edilmiş tədbir keçirilib. Tədbirdə Sumqayıt şəhər və Qubadlı rayon icra hakimiyyətinin rəsmiləri və Rafiq Yusifoğlunun doğmaları, yaxınları, şairlər, yazıçılar və ictimaiyyət nümayəndələri iştirak edib. Tədbir Sumqayıt şəhər icra hakimiyyətinin və Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsinin təşkilatçılığı ilə baş tutub. Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsinin rəhbəri Gülnarə Cəmaləddin gələn qonaqları salamlayıb. Sumqayıt şəhər icra hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov qeyd edib ki, görkəmli şair, ədəbiyyatşünas, Göyərçin Uşaq jurnalının baş redaktoru, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor Rafiq Yusifoğlu olduqca istedadlı və məhsuldar bir qələm sahibidir. Bugün Sumqayıt şəhərində yazıçılara böyük diqqət və qayğı göstərilir. Daha sonra Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcovun fəxri fərmanı və qiymətli hədiyyələr Rafiq Yusifoğluna təqdim olunub. Qubadlı rayon icra hakimiyyəti başçısının müavini Allahverdi Haqverdiyev yubilyara uğurlar arzulayıb və Qubadlı rayon icra hakimiyyəti başçısı Malik İsaqovun fəxri fərmanı və qiymətli hədiyyələr yubilyara təqdim olunub. Rafiq Yusifoğlu çıxışında gələn qonaqlara öz təşəkkürlərini bildirib. Qeyd edək ki, 1966-cı ildən imzası mətbuatda görünən Rafiq Yusifoğlunun indiyədək bir çox kitabları, şeirləri, hekayələri, 20 cildlik seçilmiş əsərləri və məqalələri çap olunub. Respublika Uşaq Kitabxanası tərəfindən tərtib olunan ədibin ədəbi ictimai fəaliyyətini tam şəkildə əks etdirən biblioqrafik göstəricisi və elektron məlumat bazası 1966-2025-ci illərdə dərc olunan materialları əhatə edir. Rafiq Yusifoğlunun ədəbiyyatşünaslığın əsasları kimi dərslikləri, uşaq ədəbiyyatı, müasir ədəbi proses və ədəbi tənqid, ədəbi nəzəri fikrin inkişafı mərhələləri kimi monoqrafiyaları və məqalələri ədəbi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib. Şəmstan Fikrətli Elbrus İsmailov, Bugün informasiya proqramı üçün.